Salam değerli izləyicilər. Zəhmət olmasa kanala abunə olun, videoları bəyənin. Hikmət əhlindən biri bir dəstə insan ətrafında oturur, söhbət edir. Və həmin insanların çoxsunun boşboğaz, özünə aid olmayan məsələlərə girişən, danışan, onun bunun qeybətini edən olduğunu şahidi olur. Hər kəsə söz verildikdən sonra nəhayət söz hikmət əhlindən olan alimə çatır. O isə çox mənalı bir söz deyir. Onun sözü belə olur: 20 ildir bir işin arxasınca gedirəm, lakin hələ də o işə müvəffəq olmuram. Ətrafında olan insanlar dərhal sual edirlər, maraqlanırlar. Bu hansı işdir belə ki, 20 ildir arxasınca gedirsən və onu əldə edə bilmirsən? O isə özünə yaraşır hikmətdə cavab verir. 20 ildir məni əlaqə etməyən, mənə aid olmayan məsələlərdə susmağa çalışıram, lakin susa bilmirəm. Və beləliklə qısa şəkildə ətrafındakı olan insanlara dərs vermiş olur.